Biz Nərminə qarşı mübarizə aparmırıq. Biz mübarizəmizi düşmənə qarşı aparırıq. Nərmin düşmənin görsənən bir balaca bir çıxılı ya görsənməyən, havada gəzən bir nöqtəsidir. Biz Nərminə qarşı düşmənə, Nərminin fikirlərini söyləyən şəxsə qarşı düşmənimizi aparırıq. Orada düşmənçilik yaparan Nərmin deyil. Nərminin söylədilən düşüncələr, fikirlər, indi o düşüncələr kim tərəfindən, hansı tərəfdən və bu birdən-birə beynini itirib bunlar söylüyor. Ancaq beynini itirən insan özünü tənqid böhtan edər, milli qəhrəman etməz. Bu deməkdir ki, onun beyni yerindədir və onun dediyin sözlərin büyüyünə qədər necə deyər, cəngəvar insanın dalıca bu qədər biz düşsəydik, xalq düşsəydi, əlbəttə o təslim olub, gəlib özün məhkəmənin qabağında dəfələrlə üzr istəmişdi. Ancaq bu gün bunun üzr istəməməsi, bu günləri bunun özündən çox arxeyin olması və cəmiyyətdə özünü bir necə formalarda tanıtdırması və məhkəmələrə gələn proseslərdə də xoşa gəlməz Azərbaycan mentalitetine uyğun olmayan formalarda iştirak etməsi, əlbəttə bu bizim şəhidlərimizə, bu qoyulan qəhrəmanlarımıza qoyulan hörmətsizlikdir. Bildiyiniz kimi, cənab prezidentimiz, Ali Başkomandanımız ona milli qəhrəman titulu verərkən kövrələrək şəxslərin qarşısında bu titulu verən bir şəxsə və bu boydana verilən sərəncama, dövlətin verdiyi sərəncama, prezidentin verdiyi bu boydana sərəncama qarşı bir qadının çıxması, əlbəttə, deyərdim, bir dəhşətli bir prosesdir. Nərmini dəstəkləyən insanlara birbaşa araz olaraq söyləyirəm ki, Nərmini dəstəkləmək istəyən adam bu dövlətin, bu xalqın, bu millətin birbaşa xəyanətkarıdır. Çünki milli qəhrəmanımızı biz Nərminə dəyişə bilmərik. Nərmin haqqında olan, Nərmin kimi insanların fikri ilə həmin insanlara baxa bilmərik. Çünki Mübariz İbrahimov bitsin, vətən üçün, xalq üçün, dövlət üçün, millət üçün etdi. Və biz də öz borcumuzu qaytarmalıyıq. Mübariz İbrahimovla bərabər nə qədər şəhidlərimiz var. İstəyir 90-cı ildən tutmuş, 20 yanvardan tutmuş, istəyir bugünkü günə, bugünkü tarixə qədər. Hər günə qədər, hər bir Azərbaycan torpaqlarında bizlər üçün, vətən üçün, torpaq üçün, millət üçün, dövlət üçün tökülən hər bir tökülən qanı biz cavablandırıb və onu qaytarmalıyıq. Çünki bu vətən övladları bizik. Bu vətənin hər birimiz bu vətən üçün öz əlimizdən gələni etməliyik. Harada türk varsa biz orada varıq. Çünki tarixlər boyunca türklər hər zaman bizim yanımızda olub. Bildiyiniz kimi Nuru Paşanın da 100 illiyi Azərbaycanda keçirildi. Həmin 100 illiyə də mən cənab prezidentimiz və Türkiyə Respublikasının prezidentinə 100 qurban kəsdim bu 100 illikdə. Bu 100 illikdə 100 qurban kəsməyimin səbəbi ümumi